41-ci sualda 41-də qarşılıqlı sadə ədədlərdirsə əgər qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabər olur. Əkobu isə onların hasilinə bərabər olur. Burada indi əkob bölünsün əbob verib AB bölünsün 1 doğru cavab AB olacaq. 42-ci sualda A B-nin bölənidirsə A B-nin bölənidirsə şagirdlər, yəni B bərabərdir A vur K şəklindədir. Məsələn, 20 verilibsə, 5 20-nin bölənidirsə, biz bunu 5 vur 4 kimi yaza bilirik. Tutalım 10 vur 2 kimi yaza bilirik. Yəni, B bölünən A böləndir. Bu halda əkob A ilə B. Bunların böyüyünə bərabər olur. Əbob isə bunların kiçiyidir, yəni A-dır. Doğru cavab Bakı olacaq. 43-cü sualda A və B natural ədədlər. C ortaq olmayan sadə vurguların hasilidirsə. Deməli, A vur B 2 ədəd üçün əkob AB ilə əbob AB-nin hasilidir. Düzdürmü? C isə əkob AB bölünsün əbob AB-dir. C isə əkob AB böl əbob AB-dir. Burada bizim bir dənə də düsturumuz var idi ki, əbobun kvadratı AB böl C-dir. Əkobun kvadratı isə ABC-dir. İndi burada AB-ni 1536, C-ni 6 veribsə, bizdən əbob istəyirsə, deməli əbobun kvadratı AB böl C olacaq. Yəni 1536 böl 6. Burada 15-i böləndə 2 dəfə, 33-ü böləndə 5 dəfə 256 edir. Kvadratı 256 elədiyi üçün cavab olacaq B variantı. N və N üstəgəl 1 ədədlər. N və N üstəgəl 1 ədədləri ardıcıl ədədlər olduğu üçün onların əbobu 1-ə, əkobu isə hasillərinə bərabərdir. N vur N üstəgəl 1-ə. İndi bizdən onların cəmini istəyir. N kvadrat üstəgəl N üstəgəl 1 olur. Yəni doğru cavab A variantıdır. 45-ci sualda ardıcıl tək ədədlər verilib. Çünki 2N cütdür, üstə 1 gəldikdə tək, üstə 3 gəldikdə tək, aralarında fərq 2-dir deyə deməli ardıcıldır. Bunların əbobu 1-ə, əkobu isə onların hasilinə bərabər olur. Məsələn, 5 ilə 7-nin əkobu 35-də əbobu 1-dir. Doğru cavab C variantı olacaq. Ardıcıl cüt ədədlərdə isə 2N ilə 2N üstəgəl 2 olduqda, artıq əbob 2N-lə 2N üstəgəl 2-də baxaq nə etmək olar. 2-ni ortaq saxlasaq, hər ikisindən mötərizə xaricinə çıxar, əbob N-li N üstəgəl 1 olur. İndi N ilə N üstəgəl 1-in əbobu 1-dir deyə əbob olur 2. Əkob isə, indi artıq əkobla əbobun hasilini biz biliriksə, baxın, əkob vur əbob bizdə həmin ədədlərin hasilidir. 2N vur 2N üstəgəl 2-dir. Əbobu 2 tapmışıqsa, deməli əkob nəyə bərabər olacaq? Hasillərinin yarısına. Ardıcıl cüt ədədlərin əkobu onların hasilinin yarısıdır. Burada 2-ləri ixtisar eləsək 2N vur N üstəgəl 1. Əbob da 2 olduğu üçün doğru cavab Y variantı olacaq. Təkrar suallar olduqda mən keçəcəm, eynilərdən birini izah eləyəcəm. İndi burada bizə veribdir. Hasil 3780-dir. Deməli A vur B 3780. Ortaq olmayan sadə vurguların hasili 420-dirsə. İndi əbobu tapmaq üçün nə etməliyəm? Burada yazdıq əbobun kvadratı AB böl C-dir. Bu da 3780 böl 420 9-dur. Kvadratı 9-dursa özü 3-dür. 48-ci sualda əbob AB-ni 70, əkob AB-ni 340 verir. Bu halda biz
AB hasili üçün əkobla əbobun hasilini tapa bilərik. 70 vur 340. 7-ni 34-ə vursaq 210, 238, 2 dənə də 0 yanına yazsaq cavab Y variantı. 49-cu sualda ədədlərdən biri digərinin 2-də 1-idirsə. Baxın, bu tipli sual olanda birinə x yazdıqda digərinə 2x yazacaq. Bunların əbobu x ilə 2x bizə ortaq vuruq kimi x-i çıxartsaq x-dir. Əkobu isə 36 olur. Əslində, bax, bu sualda bir problem var ki, yəni təkcə əbobu versəydi bizə bəs idi. X-i 18 tapardıq, deməli digəri 36 idi. Doğru cavab 54-dür. 50-ci sualda 2 ədədin əkobu 24, əbobu 4-dürsə, bunların hasili nə eləyəcək? A vur B, 24 vur 4-dür, 96 olur. Məsələn, bu ədədləri tapın desə bizdən təxmini tapmaq üçün. İki versiyamız var orada. Əbob 4-dür deyə ortaq vuruqlara 4 yazırıq. Ortaq olmayan MN-ləri yazsaq, M vur 4 vur N 24-dür deyə MN hasili 6 eləyir. Burada 1 ilə 6, 2 ilə 3. Yəni, bura 2 yazıb, bura 3 yaza bilərik, ya da 1, 6 yaza bilərik. Bu şəkildə ədədləri taparıq 8, 12-dir və yaxud da 4 ilə 24-dür. 2 versiya. Ortaq olmayan sadə vuruqların hasili C2-dirsə, C12-dir. Ən böyük ortaq böləni də əbobda 12-dir. Biz bilirik ki, C-ni tapmaq üçün əkob böl əbob yaza bilərik. Bu 12 verilib, əbob 12 olduğu üçün deməli əkob 144-dür. 52-ci sual təkrardır, bunu yazmıram. Suallar, şagirdlər, Pərviz müəllimin kitabından seçilibdir. Oradan mən seçdim təkrarlamanız üçün. Qarşılıqlı sadə ədəd nəyə deyilirdi? 4 ilə qarşılıqlı sadə ədədləri tapın deyir. Qarşılıqlı sadə ədədlər ortaq böləni yalnız 1 olan ədədlərə deyilir. Burada 4 ilə ortaq böləni 1 olan ədədlər cavab Y variantı olacaq, tək ədəd. Burada 4 qarşılıqlı deyil, 6 qarşılıqlı deyil, 6, 6. Ortaq vuruqları var. 28-ci sualda 14 ədədi ilə qarşılıqlı sadə olan ədədlərin cəmini istəyir, 5-20 arasında. Burada olacaq 9, 11, 13, 15, 16 olmaz, 17, 18 olmaz, 19. Bu ədədlərin cəmini istəyir bizdən. 20, burada da 30, 50, 34 də orada 80. Neçə eləyəcək o? Deməli, 20, burada 30, 50, 15 ilə 19-un cəmi də bizə verir 34, 84. Baxın, görün, mən səhv hesablamadım ki. Orada 5 ilə toplamalıyıq. Ay, sağ ol. Mənim Yəni 5 də 5 var də idi, 89 gətirməliyik. olur. Ona görə 84 ilə 5-in cəmi 89 olacaq. 29-cu sualda şagirdlər, 2 qarşılıqlı sadə ədədin hasili şəklində göstər. Burada 2 cavab var, uşaqlar. 48, 1 ilə 3, 16. Çünki 48 və 1 də qarşılıqlı sadədir. 3 və 16 da. Sadəcə indi sadə ədədlərin hasili şəklində istəmiş, yəqin ki, doğru cavab B variantı götürür. 30-cu sualı yazmaq üçün 120-ni aşmayan 120 ilə qarşılıqlı sadələrin say düsturu. Biz Euler düsturu dediyimiz ədədi vuruqlarına ayırırdıq. A üstü N, B üstü M, C üstü K şəklində. Ədəd vurulsun. 1 çıx A-da 1, 1 çıx B-də 1, 1 çıx C-də 1 şəklində. 120-nin vuruqları bizə nə verir? 8 vur 15, düzdür. Buradan mən 120 vurulsun, 1 çıx 2-də 1, 1 çıx 3-də 1, 1 çıx 5-də 1 yaza bilərəm. 2-lər ixtisar olunur, 15 də 120 ilə ixtisar gedir, doğru cavab 32. 36, burada 360 ilə deyir, eyni sualdır deyə yazmıram. Verilmiş ədədlərin əkobunu tapmaq üçün ən rahat yol şagirdlər. Baxın, ikisində də 2 vur 6, 3 vur 6 yazdıq. 6-nı ortaq götürürük. Qalır əkob 2 ilə 3. 2 və 3 ardıcıl ədədlərdir deyə əkob onların hasilidir, 6-dır.
Doğru cavab 36 olacaq. İndi 126 ilə 280-də. Baxaq, burada biz bunu 126-nı 2 vur 58 və yaxud da 2 vur 58 yox, 68-dir. 63, 2 vur 63. Vuruqlarını ayırsaq yaxşı olar. 63-ü də mən 7 vurulsun 9 kimi yazsam, 7 vur 18. Bunu isə 7 vur 40 kimi yazdım. Belə bir variant da var ki, bunu bölürdünüz bu şəkildə. Burada ama biraz daha çox vaxt itirsiniz. İndi hər ikisindən 7-ni çıxardırsınız buradan. 18 ilə 40-dan da 2-ni çıxartdınız. Burada qaldı 9, burada qaldı 20. Onda qalır 20 vur 9. Cavab olacaq 40 vurulsun 63, 2520. Aydındır. Bu əkop təkrar sualdır. 3 ədəd üçün əkop hesabladıqda şagirdlər yenə də baxın 120-dir. Mən 120-ni 8 vur 15, 144-ü 8 vur 18, 324 isə 18-in kvadratıdır. 18-in kvadratı, yəni 2-nin kvadratı vur 3 üstü 4-dür. Bu 4 vur 81. Hamısında ortaq olan, baxın 3 də var. Burada da 3 vur 6 var. Burada da 3 vur 27 var. 4 ilə 3-ü ortaq çıxardıram. Qalır içəridə nə? 12-ni çıxartdım da. 10, 12 və buradan da 12-ni çıxartsam əgər bizə qalacaq oradan deməli 27. İndi 10 və 27 ədədləri bir-biri ilə qarşılıqlı sadədir deyə onların hasili olur. Cavabda 270 ilə 12 yazasın. Artıq hər ikisində ortaq olan 6 vuruğu var. 12 vur 6-nı çıxartdıq çölə. Qalır əkop. Burada 6-ya bölsək bunu 35 ilə 2-dir. 35 və 2 qarşılıqlı sadədə olduğu üçün bunların əkobu olacaq 72 vur 70. Baxın görün hesab səhv etmədim ki. 3 ədəd üçün əkob hesabladıqda bu şəkildə yaza bilərsiniz. Bir variantda belədir ki, məsələn, 120-ni sadə vuruqlarına ayırırsan, 60, 2-yə böldüm 30, 2-yə böldüm 15, 3-ə böldüm 5, 5-ə 1. Sonra 144-ü vuruqlarına ayırırsan, 72, 2-yə 36, 2-yə 18, 2-yə 9, 3, 3-ə 1. Bir də 324-ü vuruqlarına ayırırsan. Burada 2'ye böldüm, 2'ye böldüm. Sonra 4 tane 3'e böleceğim. İndi bunların əkobunu hesabladıqda şagirdlər əvvəlcə ortaq olanları yazırlar. Baxın, əslində belə də yazmaq olur. Məsələn, ədədlərdən birini yazırsan, 3 dənədir də. Tutaq ki, 3 dənə 2, 1, 3, 1, 5-i yazdın. İndi burada 2 dənə 2 var deyə. 1, 2, 1, 2 artıqdır. Bunu yazmayacağım. Amma 4 dənə 3 var. Mən isə 1 dənə 3 yazmışam. Ona görə əlavə 3 dənə də 3 yazıram. 80, 324 tamamlamaq üçün. 144-də 4 dənə 2-dir, 2 dənə 3-dür. Biz burada 3 dənə 2 yazmışıq deyə 1 dənə əlavə 2 yazacağıq. 3-lər artıq yazılır. Əkob nə idi? Verilmiş çoxluqların birləşməsi idi. Yəni mən bu 3 dənə çoxluğun birləşməsini tapıram sanki. Bu bizə verəcək 16 vur 5 vur 81. Bu da 80 vur 81 edir. Deməli mən burada hardasa hesab səhv elədim. Doğru cavab olacaq 6480. Bakı var yəni. Burada hardasa hesab səhv ki. 36 məncə asan sualdır. Özünüz yaza bilərsiniz. Keçirəm bunu. 37-ci sualda 16, 25, 30-a bölünən qalıqda bir alınan ən kiçik ədəd. Onların hər birinə bölünən ən kiçik ədəd onların əkobudur. Qalıqda 1 qalıb deyə biri üzərinə gəlməz. İndi 16 baxın, 16-nın vuruqları 4 dənə 2-dir. 25-in vuruqları 2 dənə 5, 30-un vuruqları 5, 6. Bu 3 dənə çoxluq kimi baxsaq, birləşməsi bizə nə verəcək? Birləşməsi bizə verəcək 4 dənə 2, 2 dənə 5, bir dənə də 6.
150 vur 16, 2400, bir də gəlirik üstünə, doğru cavab A variantı olacaq. 38-ci sualda n 12-yə, 18-ə və 10-a bölünüb natural ədədlər olarsa ən kiçik qiymətin rəqəmlər cəmini tapın. Burada n-i tapmaq üçün ən kiçik neçəni götürəcəm mən? 12, 18, 10-un əkobun. Bu bizə verəcək, deməli 12 ilə 18 36-dır. 36 ilə 10-un da əkobu 180. Bu ədədin rəqəmlər cəmi 9-dur. 39-cu sualda uzunluğu 2584 metr olan məsafəni addımlarla ölçürlər. Oğlanın addımı 76, qızın addımı 68 olar. Neçə dəfə üst-üstə düşər? Mən burada əvvəlcə bu oğlanın addımı 68 və ya qızın addımı, oğlanın addımı da 76. İlk dəfə bunlar harda üst-üstə düşəcək? Onların əkobunda. İndi burada əkobun tapanda bu bizə 2 vur 34, bu isə 2 vur 38 verir. Deməli 4 ilə yaza bilərəm. 4 vur 17, 4 vur 19. Ona görə 4 vur 17 vur 19. İndi ümumi məsafə 2584 metrdə neçə dəfə üst-üstə düşür? Mən 2584 metri əvvəlcə santimetrə çevirib, sonra da əkobuna bölməliyəm. Hesablama hissəsini şagirdlər siz yazarsınız. 40-cı sualın izaha ehtiyacı varmı? Növbəti test təkrarlar kəsirlər mövzusuna aid. 33-cü sualda 1 üstəgəl 2-də 1 bizə 2-də 3 verir. Baxın, bu 2-də 3-dür. 1 üstəgəl 3-də 1, 3-də 4. 4-də 5 və s. A üstəgəl 1 böl A. 1 çıx 2-də 1, 2-də 1. 3-də 2, 4-də 3 və s. Burada çıxma olmalıydı. A çıx 1 böl A. Diqqət eləyirsinizsə əgər, buradakı 3-lər, 4-lər, 5-lər və s. ixtisar gedir. Kəsrin sürətində A üstəgəl 1 böl A qalır. Məxrəcdə 2-lər, 3-lər, 4-lər, A çıx 1-lər ixtisar gedir. 1 böl A qalır. Buradan A-ları ixtisar eləsək, doğru cavab olacaq nə? A üstəgəl 1. Yəqin ki, müəllim burada axırında üstəgəl yazıb ki, cavabları fərqli alsın. Misalda mən dəyişdim onu. Amma uyğun görünmür də. Burada 4-də 1 A hala kimi gedib çıxma. Ondan sonra kimi. Belə eləmək olardı. 1 çıx 1 böl A çıx 1 vurulsun 1 üstəgəl A-da 1. Bu bizə verəsi idi. A çıx 2 böl A çıx 1 vur. A üstəgəl 1 böl A. Burada da ixtisarlar gedəndə bu şəkildə gedir. Məxrəcdə bu qalır. Onda nə almış oluruq? Sürətdə A üstəgəl 1 böl A-nı, məxrəcdə isə A üstəgəl 1 böl A vur, A çıx 1-ə böləndir. Burada A-lar A üstəgəl 1-lər gedir, doğru cavab A çıx 1 qalır. Bu şəkildə də yazdıqda cavab düz çıxmadı. Burada nəsə Y variantı da düşmüyor. Yəqin çap xətasıdır, orada cavab belə olmuyor. Uşaqlar 34-37 tipli tapşırıqları yazmaq üçün, 35 tipli tapşırıqları yazmaq üçün düsturumuz necə idi? Kim deyə bilər? Amil deyə bilərsən? Müəllim, əvvəlki ilə sonuncu Əvvəlki ilə əvvəl sonuncunu neyinirik? toplayırdıq da mən. Doğru deyil. Hasilik deməli. Yəni sürətlərin cəmini bölməliydik birinci ilə sonuncunun hasilinə. Sürətlərin cəmini birinci və sonuncunun hasilinə. Bu da eləyir 5 bölü 69. Və yaxud da başqa hansı düsturumuz var? Zavit deyə bilərsən bunu? Mən bir dənəsi də vardı, məxrəcdə fərq olur deyə 4-də 1 vurulsun. Axırıncı ilə sonuncunun fərqi. Dəniz, axırıncı və sonuncu eyni şey oldu axı. 1 böl fərq
birinci kəsir, 3-də 1-lə son 11 23-də kəsir. 1-in. İndi məsələn burada məxrəcdə fərqlər 1-dir. 1-də 2-dən 8-də 2-ni çıxacaq. Bəli. Otuz beşdə də indi məsələn məxrəcində fərqlər eynidir. 2-də 1 vur, 1-də 1 çıx, 11-də 1 yaza bilərik. Bunun məsələn niyəsi necə olur? Niyə belədir? Bax 1 böl 1 vur 3-ü biz 3 çıx 1 böl 1 vur 3 vur 2-də 1 yazsaq, 2-lər ixtisar gedib eyni şey olur. Burada alırıq 1-də 1 çıx 3-də 1 vur 2-də 1. 36 da həmçinin eyni sual. İndi burada gəlir məsələn 38-ci sualda 37 böl 40-ı deyir ki, onluq kəsirə çevirin. Bunu iki cür eləyə bilərsiniz. 37-ni 40-a bölməklə 0,370-i bölürsünüz 9 dəfə, 360 10 bölünmür 100 gəlirik 2 dəfə, 80 çıxırıq 20, bir dənə də 0 gəlirik 925. Bir üsul da burada belədir ki, onluq kəsirə çevirmək üçün 37 böl 2 vur 2 vur 2 vur 5. Mən 2 dənə 5-ə vursam sürət və məxrəci. Məxrəcdə olacaq 1000, yuxarıda da 37 vur 25. İndi bunu onluq kəsirdə göstərmək üçün 3 ilə 24 ixtisar olmuş 8-də 1. 8-də 1 3 dənə 2-nin hasilidir. Sən bunu 3 dənə 5-ə vursan, nə almış olacaqsın? Burada 1000, burada isə 125. Doğru cavab C olasıdır. Burada neçə oldu dedik? A variantı. 40-cı sualı hesablamaq üçün yaxşı variantımız nə idi? Bunu bizə desin buradan Fidan xanım. Birinci tərəfi 1000-ə vururduq, ikinci tərəfi də, üçüncü Aysa. tərəfdə 10-a vururuq. Bunu 1000-ə vururuq. Bunu 100 yox, 1000-ə vururuq yenə. Bunu isə 10-a vururuq. Onda alırıq 5100 böl 17, 30 böl 3, 10 böl 1. 41-ci sualda da həmçinin yazmağıma məncə ehtiyac yoxdur. Mehman de görüm 41-də nə etməliyik? Müəllim birincini 10-a vururuq, Aha. ikincini 100-ə, üçüncündə 1000-ə. Yəni sürət və məxrəci vurursan da. Bəli, Sürət bəli. və məxrəci vurursan kəsirin qiyməti dəyişməz. Bəli, bəli, bəli. 42-ci sualda burada bu şəkildə ixtisar gedəcək D variantı olur cavab. 15-ci sualı bizim üçün izah eləsin Ayxan. 48 detal hazırlayıb 8-də 5 hissəsi qalıb. 8,5 hissəsi qalıbsa 8 Bir dəqiqə Ayxan, bir dəqiqə. 8,5 nə demək? 8-də 3, 8-də 5, 8-də 5-in eləyibsə, 8-də 5-i qalıbsa, 8-də 3-ün eləyib, o da eləyib 18. 18 yox, Doğru 48 demişsin, eləyib. oğlum. 144 48 dənə detal plandır. hazırlanıb. Hazırlanıbsa, demək 8-də 3 x eləyib 48, x eləyib 48-i böl 3-ə vurur 8-ə. O da eləyib 144. Amma neçə detal hazırlamalı idi? Bir saniyə. Bunu bax tənasüblə də yaza bilərsən. 8-də 3-ün 48 detal eləyibsə, hazırlamalı olduğu detalların sayı 144 8-də 5 x-dir. bildim. 4 eləyir, yaxşı fikirləş. 8-də 3-ün eləyib 8-də 3-ün eləyibsə, deməli 8 hissəsi 144-dür də. 128-dir. 128 eləyir müəllim. 6 vur 8, 128 eləyir oğlum. 3-dən 18 nə hesaplamışam? Yaxşı. 16-cı sualda sahə 48, 3 otaqlı mənzilin 16 metr kvadrat yataq otağı, qonaq otağı ümumi sahənin 8-də 3-üdür. 48-in 8-də 3-ü bizə verəcək neçə? 18. Deməli 48, 16, 34 çıxdıq. Doğru cavab D variantı.
İndi 17-ci sualda Nərmin Həmidli, buradasınız siz. Yoxsa hansı Nərmindir bu qoşulan? Həmidin Nərmin deməli. Zəhmət olmasa de görək 17 necə yazacaq? Mən 30-u 5-də 3-ə tənasüb olaraq eləyirik. Bir də x-i Bizim də 30 müəllim 5-də şagirddən 2. 8-i 5 alıb. Sən 8 nəfəri 30-dan çıxmalısın. Bütün şagirdlərin 5-də 3-ü 4 alıb. Deməli 30-un 5-də 3-ünü hesablamalısan 18. Artıq 26 şagird getdi. Neçə şagird 3 alıb? 4 nəfər. 4. İndi 18-ci sual necə yazacaqsan de görək. Torpağın deyir ki 5. 13'te 2 hissəsi yerin altındadır. Onda yuxarıda hissə nə qədər qalır? 13'te 11 var. 11. İndi deyir 13 görünən hissə 5,1'dir. Onda 13'te 11 dirək 5,5'dirsə bu bundan ixtisar gedəcək 2 dirək sayın olacaq 6,5. 6.5. Yaxşı 19'u izah elə görün mənə. 19-da müəllim 11-də 3-ü Satıb 11-də 3 yox. 11'də 3'ü. Bəli. Qalan hissə nə qədərdir? 11-də 8-i. Aha. Oradan da müəllim 64.8-ə vururuq. Nəyi vururuq 64 18 sayıqız? 11-də 8-də 11-i. Hadi yəni 11'də 8 hissəsi 64 onda 8 deməlisiniz. Aha. İndi 20-ci sualı bizim üçün izah eləsin Məhəmməd əfəndi. Məhəmməd eşidə bilirsən bizi o? Bəli, müəllim. Zəhmət olmasa mənə de görüm 23. 20-ci sual. Oldu, mən bir dəqiqə deyirəm. Necə yazmalısan? Denən yazaq burada. 0,8 bərabərdirsə 576-ya, 80% 576-dırsa 100x olur. Tənasüblə tapırıq anı. Yaxşı. 21-ci sual aydındır. Və onu vaxt itirmirəm. 22-ci sualda uşaqlar qarşılıqlı tərs ədəd hasili 1-ə bərabər olan ədədlərə deyilir. Qarşılıqlı əks ədəd cəmi 0-a bərabər olan ədədə deyilir. Bir də qarşılıqlı sadə var idi, bayaq danışdıq. Qarşılıqlı sadə ədəd nəyə deyilir? Əbobu 1-ə bərabər olan ədədə. Bax, 3 dənə qarşılıqlı sözü ilə ədəd var. Qarşılıqlı tərs, qarşılıqlı əks, qarşılıqlı sadə. Burada 24 də həmçinin getdi. Keçdik. Növbəti tənasüb məsələlərində. 60-cı sualı bizə izah eləsin Fatimə Nurəli. Burada deməli A-ya yazırıq 2K, B-yə 3K, C-yə də 4K yazırıq. Sonra onların əgər hasili 24-dürsə, Aydındır. elə bil K-ya düşür, K kvadratı 1 olur, K 1 olur. Sonra 2 plus 3 plus 4 9 olur. Gülay, sən də görək bu test B-də birinci sualı. %20% göstərmək üçün 100-ə vurmalıydı. Faizi ədədə çevirmək üçün 100-ə bölməlisən, səhv deyil. Ədədi faizə çevirmək üçün 100-ə vurmalısın. İndi burada 20%-i kəsir şəklində yazmaq üçün 20-ni 100-ə bölməlisən, onda 2. O da A var. Tam onda 2. Yaxşı, 3-cü sual izah elə görək Gülay. Tam onda 4. Gülay, eşidirsən qızım 3-cü sualı? Mən eşidirəm. Buyur, de görək nə etmək. Tam 4-də 3-ü 100-ə böləcəyik. Ədədi faizə çevirmək üçün nə edirik? 100-ə vururuq. Faizə də çevirmək üçün 100-ə bölürük. 100-ə bölürük. İndi 4-də 3-ü faizlə ifadə edin deyəndə 100-ə vurmalısan, cavab 75-dir.
Yaxşı, 4-ü izah elə görüm Gülay. 2,5-i. Orada cavab 250-dir. B. Doğrudur. 5-ci, 6-cı sualı yəqin ki düz yazarsınız. Keçirəm onu. Buradan sual varsa deyin. Məsələn, 11-ci suala baxaq. 11-i bizə izah eləsin Rahim əfəndi. Burada müəllim. 40 ədədini birinci 30% artırıblar. 400 ədədidir, 40 deyil. 4 bəli, baxın. 400 ədədini 30% artırıblar. Hı -hı. Yəni 400 əgər 100%-dirsə, x 130%. Yəni bizə 130% lazımdır birinci 400-ün. Neçə olacaq? 10 tapın mən deyirəm. Hesablamamışsınız, o yazmamısan ha? Yazmışam müəllim, o 520 eləyir. Ha, indi 520 100 alınan ədədi 30% azaltmaq. Yəni artıq 520-dən 520-nin 30%-ni çıxmalısan. Və yaxud da 520-nin 70%-ni tapmalısan. Bunlar ixtisar gedir. Nə qalır? 164 cavab. 164 qalacaq. 12-ci sualı bizim üçün izah eləsin Ayaz. Yəni, bu da buna oxşar bir sualdır. 500 ədədinin birinci 70% azaldıblar. Deməli 500 100-dürsə, bu yeni ədəd 30% olacaq. Yəni Sonra həmin necə? neçə olur? 500-ün 30% kifayətə görə neçə olacaq? 150. Sonra həmin o 150 də deməli 100%-dirsə, biz bunun 70% artırmış, yəni 170%-ni tapmalıyıq. X 170%. Düz. Keçək. İndi 64-ü Ayaz izah elə görək nə etməliyik 64-də? Deməli, cəmi 400 olan 2 ədədin biri 4000 oğul. Cəmi 4000. 4000, üzrsən. Digərinin isə 45%-nin cəmi 1500-dür. Bu ədədləri tapın. Müəllim, burada əslində şeylə, sistem tənliyi ilə həll eləmək olar. Yəni elə bil Olar. Sistem tənliyə getmək istəmirsənsə, birinə X yazanda, digərinə 4000 çıxılsın X yazacaqsın. Bunun birinin 25%, digərinin 45%-dir. 4000 çıx X böl 100 vur 45-dir. Əslində burada ədədlər rahat ədədlər qoyulub. Məsələn, X-in 25%, Y-in 45%-dirsə, yüzlər ixtisar gedir. 25x 45y-dir. 5-ə bölsən əgər 5x 9y-dir. İndi 5x 9y-ə bərabər olanda əvəz etməni necə aparırdın? 9K, 5K qoyurduq da. Yəni elə bil X-ə 9, şeyə də Y-ə də 5K. Y-ə 5K deyirdik. Hə, amma məsələni mən düzgün oxumadım axırın. Burada cəmi 1500-dür deyir. Mənim bu yazdığım bu sualı ifadə eləmir. Burada ya bərabərləşdirmək doğru deyil. Onda məcburuq ki, elə bu şəkildə yazaq. Yəni, X-in 25%-i üstə gəl 4000 çıx X-in 45%-i bərabərdir 1500 yazmalıyıq. Məhlul məsələlərindən sizə mən 2 bəndi deyəcəm uşaqlar. Məhlul məsələlərin həlli üçün bilirsiniz ki, məhlul dedikdə maddə və suyun cəmi başa düşülür. Maddə və suyun cəmi başa düşülür. Maddə ilə suyun cəmi başa düşülür. Məhlulun faiz göstəricisini tapmaq üçün maddəni bölürsən ümumiyə, vurursan 100-ə. Maddəni məhlula bölüb 100-ə vurursan. İndi həcmi 40 litr 60%-li məhlul o deməkdir ki, 40 litrin tərkibində 40-ın 60%, yəni 0,6 hissəsi 24 maddədir, 16 sudur. Mən bura indi əlavə spirti əlavə eləyəndə 24-ün üzərinə spirti gələcəm. 24 üstə gəl X-in cəmisi isə 40 üstə gəl X olubdur. 100-ə vuranda 80 eləməlidir. 20-yə ixtisar aparıram 5, 4. 120 üstə gəl 5x, 160 üstə gəl 4x. Buradan x-i 40 tapır. 66-nı yerinizdə yazın, zəhmət olmasın.
İndi burada yaxşı. Sən de görüm. 20 kiloqram 15 faizlidirsə, burada duz nə qədərdir? Amil de görək Amil. Duzun burada miqdarı nə qədər olacaq? 66-dan yazmamışam müəllim. Oğul, biz 64'ü 65'i izah elədik. Anladın yoxsa yox? Məhlul məsələsini mən işləyəmirəm. Burada 20 kiloqram 15 faizli duz məhlulu. İndi əslində bu 20 qram olmalıdır. Bunu Zəhra indi izah elədi də. 20'nin 15 faizi duzdur. 20'nin 15 faizi duzdur. Deməli bu nə qədər deməkdir? 3 qram duz var. 3 kiloqram duz var. Mən bura yenidən duz əlavə eləyirəmsə, duzun miqdarı nə qədər olur? Amil, duzun miqdarı nə qədər olacaq o? Üstünə əlavə edirik müəllim. 20 kiloqramın 15 faizi duz idi. Biz də nə qədərsə duz əlavə etməliyik, onda x götürdük. İndi bizim burada duzun miqdarı nə qədər olmuş olur? 3 üstəgəl x olmur. Bəli. Bəs indi məhlulun miqdarı nə qədər olacaq? Əvvəlcə 20 kiloqram idi. İndi sən də x qram duz artırdın. Məhlulun miqdarı 20 üstəgəl x olmadı. İndi sənə deyir ki, 20 faizli məhlul alınsın. Məhlulun faiz göstəricisini tapmaq üçün buradakı maddəni ümumiyə bölüb 100-ə vurmalısın. Maddə nə qədərdir görürsən? 3 üstəgəl x. Məhlul nə qədərdir? 20 üstəgəl x. Bunu 100-ə vursan, bərabər etməlisən 20-yə. Buyur, sualın var. Amil. Mən maddə deyəndə o duz onu götürürəm. Maddə deyəndə oğul, maddənin tərkibində burada nələr gedir? Maddə deyəndə duz ola bilər, spirt ola bilər, şəkər ola bilər. Bunlar olur maddə. Məhlul deyəndə maddə və suyun cəmi başa düşülür. İndi məsələn, 67-ci sualı fikirləş görək nə etməliyik? Birinci sən burada 18 idi müəllim. 150'nin 12 faizi, hə, duz oldu 18 litr duz. Dördüncü qruplar bilir də, məhlul məsələləri hamısı qramla verilməlidir əslində. 18 qram burada duz var. İndi nə qədər su var? Amil, 150 qram məhluldur. 18 qramı duzdursa, neçə qramı su olur? 132. İndi deyir ki, bu 132-dən nə qədərsə su buxarlandırırıq. 132-dən nə qədərsə suyu buxarlandırırıq. Maddənin miqdarı isə 18 qram dəyişmir. Amma bu miqdar deyir, neçə faizdə olsun? 20 faizdə olsun, görürsən? İndi nəyi nəyə böləcəksən sən? Maddəni 18-i cəmisinə bölüb, yəni 150 çıx x-ə bölüb. 100-ə vuracaqsan 20 il. Burada belə də düşünmək olar. Baxın, bu duzluluq 20% ki deyibdir. Duzluluğun 20% olmağı o deməkdir ki, buradakı 18 qram 20%dir. 100 qram 100% isə məsələn 90 olur. Düzdür? Bizdə isə 150 qram. Məhlul ümumi 150-dir. 90-a düşməsi üçün nə qədər buxarlandırmalıyıq? 60 qram. Ya da bu tənasübdən buradan bunu ixtisar eləyəsən, 90 bərabərdir 150 çıx x, x-i tapasan ki 60-dır. Amil, məhlul məsələsində nəsə fikir yarandı, yoxsa yox? Bəli, sağ ol. Gəl, indi sən bunu bizə izah elə görək. Məsələn, 70-ci sual. Biz burada Bax, birinci yazmağa çalış, tələsmə tez cavab verməyə. Yazmağa çalış bir dəqiqə. Deməli, birincidə 200 qramın 40% maddədir. Bu eləyir 80 maddə, 120 su. İkincidə isə 400-ün 30%. Yəni
120 maddədir, 280 sudur. İndi bu 200 ilə 400-ü qarışdıranda burada məhlul nə qədər olur? 600. Məhlul olur 600. Maddə olur nə qədər? 80 əvvəlcə idi, 120 də bu birisindədir. Hətta 200. 200. İndi sən faizin tapmaq üçün 200-ü 600-ə bölüb 100-ə vurmalısan. Bu da 100 bölü 3 eləyir. Cavab 33,1 faiz olur. Aydındır. Bildim mən. Dəniz, sən 71 izah eləyə bilərsən bizə? Bəli. Buyur, zəhmət. Birinci müəllim 200-ün 48%-ni tapırıq, eləyir 96. Hı-hı. Sonra 96 qramı duzdur, 104-ü də sudur. Bəli. Bizdən deyir ki, 30% və 60% məhlul necə alınır? Onda 96 bölünsün 200 üstəgəl x vurulsun 100 bərabərdir 30. Birinci bunu tapırıq. Bax, X də bir eləyir dəqiqə. 96 ümumi maddəndir sənin. 96-nı nəyə bölürsən? 200 plus x. Aha, 200-ün üzərinə x gəldin. Hə. Vurdun nəyə? Vurdum 100-ə bərabərdir 30. İndi səncə bu doğru olur? Yox, deyilsin. Doğru olmayacaq. Sən artıq iki məhlul götürürsən. 70-ci sualdakinin, belə deyək, 70-ci sualın, bu 96 bizə lazımdır. Bunu tapmasan düzdür. İndi x litir, tutaq ki, x litir 30 faizli götürürsən. Qarışdıracaqsan y litir 60 faizli ilə. Burada x və y-in cəmisi 200 eləyir. X-in 30 faizi 0,3x, maddə burada budur. Y-in də 60 faizi 0,6y. Bu maddələrin cəmi də sənin məhluldakı maddəni verməlidir, 96-dır. Aydındır? Hə. Buradan tənliklər sistemin həll eləyin, cavabını mənə deyin. Hə. Eşidirəm Ayaz. Deməli, birincisi üst tərəfi 3-ə vurdum, alt tərəfi isə 10-a vurdum. Deməli, alındı 3x plus 3y bərabərdir 660-dır. 3x plus 6y bərabərdir 960. Deməli, burada əslində digər üsulunu demək olar. Amma mən üstü mənfi 1-ə vurdum. Elə bil 3x-ləri ixtisara apardım. Yəni İslah 3y... deyirlər oğul, ona ixtisar yox. Bunları Hə, islah. Tam getdi. Bəli. 3y 3y... 60, y oldu 120. Doğru Bəli, cavab. oradan da 200-dən də çıxdım 80. Yaxşı. Bunlar məncə asan suallardır. İndi burada uşaqlar, baxın bu 74-cü suala baxırıq. Rəhman, buradasan oğul. Bəli. İndi 74-də 200-dən 160-ı, digərində 250-dən 210 ali məktəblərə qəbul olub. Mən birinci məktəbdə 80%, 260 100-ə vururuq. Ay, sağ ol. İkinci məktəbdə 84%. Hı. Deməli, nə qədər çoxdur? 4%. Doğrudur. Faiz mövzusundan da bu qədər bəsdir. Keçən növbəti həqiqi ədədlər mövzusundan təkrarlayaq bir balaca. Ədədin tam hissəsi nəyə deyilirdi? Samir, de görüm, ədədin tam hissəsi nəyə deyirlər? Ədədin özündən kəs hissəsini çıxırıq da. O tərif səhv olur. Hər bir həqiqi ədəd onun tam hissəsi və kəsr hissəsinin cəmi kimi yazıla bilər. Ədədin tam hissəsi, ədədi aşmayan ən böyük tam ədədə deyilir. Yəni, n ilə n üstəgəl 1 arasındadırsa, tam hissəsi n-ə bərabərdir. Ədədin kəsr hissəsini tapmaq üçün özündən tam hissəni çıxmaq doğrudur. Amma tam hissəni tapmaq üçün özündən kəsri çıxmaq səhvdir. İndi mənfi 3,6-nın tam hissəsi neçə olur? -4.
Mənfi 4'dür. Mənfi 2 onda 4'ün tam hissəsi Mənfi mənfi 3. 1. 1 onda 8'in tam hissəsi 1. 2'nin tam hissəsi 2. 2. 0 onda 7'nin tam hissəsi 0. 0. Cavab 0 edir. Samir 13 izah elə görə indi bizə. Mənfi 2 onda 8'in kəsr hissəsi. Ədədin kəsr hissəsini tapmaq üçün Samir nə etməlidir? Ədədin özündən tam hissəni çıxırıq da. İndi mənfi 2 onda 8'in tam hissəsi neçədir? 3. Bir də fikirləş. Mənfi 3 yəni. Mənfi 2-dir. Mənfi 2 də deyil, səhv deyirsən. Yəni Mənfi kəsr hissəsini 8'in tam soruşduq. hissəsi, bunun tam hissəsi bizə nə verir? Mənfi 2 onda 8'in tam hissəsi mənfi 3'ü verir. Mənfi Düz üç. davam et. Mənfi də yadımdan çıxır. Mənfini demək yaddan çıxmamalıdır da. Bu 0 onda 2 edir. İndi 3'ün kəsr hissəsi neçədir? 3. Kəsr hissəsi oğul. Ha 0. 0 onda 9'un kəsr hissəsi 0.9. 9. 0 onda 9'un kəsr hissəsi ilə 0 onda 9'dur. 7 tam onda 5'in kəsr hissəsi 0.5. 0 onda 5'dir. Yaxşı Samir, indi mənfi 3 onda 4'ün kəsr hissəsi neçə olacaq de görüm. Mənfi 3/4-dən mənfi 4-ü çıxacaq. Burada 2 mənfi bizə nə verir? Müsbəti verir. Müsbət 0.6 verir. Yaxşı, keçək. Nərmin 15-ci sualda y ədədi ilə p ədədinin tam hissələr cəmi, amma mənfi pi verir. İzah ilə görə Nərmin, y ədədinin tam hissəsi bizə nə verir? Y dedim elm. De. Y ədədi neçədir? Gülay, y ədədinin təqribi qiymətini bilirsən qızım? 2. 2 Təqribi tam onda qiymət. 4. 2 tam %71 və s. Onda bunun tam hissəsi 2'dir. İndi mənfi pi ədədinin tam hissəsi Nərmin neçə olacaq de görək. Gülay, pi ədədinin təqribi qiyməti nə qədər idi? 3. 3 tam 3 tam 114, 15 və s. İndi bu pi ədədinin tam hissəsi neçə olacaq? Mənfi 3. Pi ədədinin, müsbət pi ədədindən danışırıq. 12 3 olacaq. Pi ədədində 3'dür. Amil artıq dözmədi, mesaja yazdı. Mənfi pi'nin tam hissəsi mənfi 4. Onların da cəmi mənfi 2 olacaq. Bundan sonra mütləq qiymətin bu hissələri keçirəm. Bunlar sadədir. Buradan yuxarıda baxıram mən. Deməli, bu da hesablamadır. Bunları keçirəm 22'yə qədər. Ədədin mütləq qiyməti modul x. Əgər ədəd müsbətdirsə, özünə bərabərdir. Ədəd müsbət deyilsə, əksinə bərabərdir. İndi burada sıfırı biz görürük ki, nədir? Həm müsbətdə, həm mənfidə işarə yoxdur deyə sıfırın modulu elə sıfıra bərabər. İndi ədədin modulu özünə nə vaxt bərabər olur? Ədəd mənfi deyilsə. Müsbət olduqda. Yəni, bax, A variantı da o C variantı da var. Siz C'ni seçməlisiniz. Çünki sıfırın modulu özünə bərabərdir. Ədədin modulu əksinə nə vaxt bərabər olur? Ədəd müsbət olmadıqda. Yəni, burada x sıfırdan kiçik bərabərdir. Doğru cavab Y variantıdır. İndi 25-ci sualda ədədin modulu ilə nisbəti 1 veribdirsə, deməli modul x x-ə bərabərdir. Cavab getdin gəldin oğul. Modul x x-ə nə vaxt bərabər olurdu? Ədəd mənfi olmadıqda. Belə. Mütləq qiymətlə bağlı da bunları təkrarladıq. Gəldi indi çoxhədlinin dərəcələrini.
Burada axı x ola bilməzdi müəllim. Yəni, Məxrəcdə məxrəcə 0 düşür axı. sıfır ola bilməz. Hə, düz deyirsiniz. Burada məxrəc vardı ya, doğru. Mən sizinlə tamamilə razıyam. X sıfırdan böyük D variantı olur. Mən bu hissəyə baxmadım. Ancaq buradan cavabı dedim. Mən doğru, çox sağ ol. Çoxhədlinin dərəcəsi dedikdə onun tərkibində qüvvəti ən böyük olan götür. İndi burada x üstü 7'dir. Burada x üstü 8'dir. Ona göre birinci mötərizədən x üstü 7, ikinciden x üstü 8'i götürəcəyik. Bu bizə verəcək x üstü 15'i. Ona göre dərəcə 15 olur. Cavid, sən bizi eşidirsən oğul? Cavid kompüteri açıb yatıb yəqin. 68 izah Cavid elə bəli görə yazsın mənim. gördüm. 68 izah elə görə Cavid. Yetmiş dört, 75, 76. Bu üç misalı yerimizde yazar. Nilüfer, başa düştün 73'ü. Sen eşittin bizim yazımızda oğlum. Ay kızım. Bəli, müəllim. Şimdi sen 74'ü izah eləyə bilərsən mi? Yazımı sonra izah eləyəcəm. Müəllim, Hə, Məhəmməd, eşidirəm. yenidən izah edə bilərsiniz sən olsa. Bəli, eləyər. İndi 74'ü izah eləyərəm. Plus. Sağ ol. Sən Məhəmməd bugün sınağa gedəsi deyildin. Mən hazırlıqdayam, ona görə gedə bilmirəm. Almısan bilet. Xeyr, Deməli getmək istəməmsən də. Hazırlıq sonradan təyin oldu. bəli, mənim üzrsən. Canın sağ olsun baba. Fidan 58, 57'ni sən deyəcəksən. Yaza bildin Fidan? Xeyr, müəllim. Gülay deyə bilərsiniz 57'ni. Mən hələ yazıram. Samir sən. B variantı müəllim o. Niyə B variantı olur? İzahın zəhmət olmasın. Birinci B-ni ayrılır. B üstü 4 çıx, B kvadrat üstə gəl 2B üstə gəl 1'i mötərizədə yazırsan. Bu olur B kvadratın kvadratı çıx, B üstə gəl 1'in kvadratı. Bu bərabər olacaq B kvadrat üstə gəl B üstə gəl 1, B kvadrat çıx B çıx 1. Yaxşı, bu da belə. Bu səhifədə başqa yaza bilmədiyiniz sual varsa deyin. Keçirik kvadrat kök, hesabi kök, həqiqi qüvvət dərsini. Məsələn, Mehman sən burada 17'ni necə yazacaqsan oğul, de görün.
Müəllim, bu kvadratlar şəklindədir elə bil ki. Hı -hı. Amnisbə kimi. Onların kvadratlarını tapacağıq. De misalı yazım mən. Necə yazmalıyım? Mənim cavab 48 alınır. Yox o. Kök 7'nin kvadratı Bəli. çıx 1'in kvadratıdır. Kök 7'nin kvadratı neçə deməkdir? 7 7. çıx 1. Hətta 16. İndi 18'i de görüm yaxşı. Müəllim, kök 17-nin kvadratı çıxılsın kök 2-nin kvadratı. Bu nə verəcək bizə? 17 minus 2. O da edəcək 15. Gülay yazıb qurtardısa 19'u deyə bilərsən. 19 yazmamışam. Bax qızım 17 18'i gördün necə yazdıq biz ay bala. Bəli. İndi bu iki misaldan sən baxıb 19'u izah edə bilməzsən. 11 çıx 3 olar. 11'in kvadratı. Kök Kökdə 11'in kvadratı çıx kök 3'ün kvadratı olacaq bizim. 11 çıx 3 8 olacaq. Yaxşı, Fidan 20-ci sual izah elə baxaq. Burada yenə 3-ün kvadratı çox kök 15-in kvadratı olur. Düzdür. Bu da bizə verir neçə? 9 çox 15. Bu səhifədə başqa Gülay yaza bilmədiyiniz sual var. Məsələn 21'i necə yazacağıq Gülay? De görüm 21'i. Ayaz 21'i izah edə bilərsən? Müəllim, bayaqki misal kimi burada da kökün altına salacağıq. Yəni 7 kökdə 7-nin kvadratı çıxılsın kökdə 3-ün kvadratı, yəni bunun hamısı kökdə. Düzdür. Bu nə verir bizə? O da kökdə 7 çıxılsın kökdə 3 eləyir. Düz demədin. Kök altda 7 çıxış eləyir 2 olur. Amir 22'ni izah elə görək bizə. Biz 22'də birinci o kökün altında 2 çıxılsın kök altında 2 verir bəyə. Onları eyni kökün altına sallıq. Orada alınır bizdə 4 çıxılsın 2, o da kök altında 2 eləyir. Kök altında 8 ilə kök altında 2'ni eyni kökün altına sallıq. Oradan da kök altında 16, kök altında 16'dan da 4 çıxır. Düzdür. 23-cü sualda Rahim qarşılıqlı tərs ədəd nəyə deyirik? Fasili birə bərabər olanlar. İndi A variantında hasil neçə eləyir? 1 eləyir səncə? Yox, eləmir. Bəs B variantında hasil neçə eləyir? 3 1. Kök 3'ün kvadratı çıx 2'nin kvadratı. 3 çıx 4. Yaxşı, nəşr. Deməli AB getdi. C variantında hasili 1 Eləmir mənim. eləmir. Sizə gəl. Bunlar bir-birinə bərabər ədədlərdirlər. D variantında bəs bunlar da bir-birinə bərabər Bərabər. ədədlərdirlər. Hə. İndi Y variantında bəs neçə eləyir? Onu tapım mən. 3 1. Hasili 1 elədiyi üçün bu ədədlər bir-biri ilə nədir? Qarşılıqlı Tərs tərs ədədlərdir. Kökaltı ifadələrin bu hissəsini keçdim. Yaxşı. Gələk indi Dəniz 32-ci sualda kəsrin sürəti hansı müxtəsərdir deyə bilərsən? Bax bu x-i yazırsan kök x-in kvadratı. Məxrəzdə isə kök x kvadrat çıx 3 kvadrat. Sonra necə sadələşəcək? Dəniz deyə bilər. Kökdə x üstəgəl 3. 3 üstəgəl 3'ün kvadratı olacaq. Məxrəzdə isə Aşağıdakı da x kökdə x çıxılsın 3 kökdə x üstə gəlsin. bunlar ixtisar gedir. Doğru cavab A variantı olacaq. Düzdür. Fatimə, Nilüfər 33'ü sən burada de görüm indi 33'ü necə yazmalıyıq? Nilüfər eşidir. Kök x kvadrat çıxılsın 4'ün kvadratı. 4'ün kvadratı 16 eləyir axı qızım. 2'nin kvadratı deməlisən. Kök x üstə gəlsin 2x kvadrat üstə 16.
Səhv deyirsən. Yaxşı, mən bunu bu şəkildə yazdım. Kəsrin sürəti bizə nə verəcək? Bax görək. Kəsrin sürəti bizə nə verir burada? Bax görün. Kök x kvadrat çıx 2-nin kvadratı. Kök x çıx 2, kök x üstə gəl 2. Burada isə kök x üstə gəl 2-nin kvadratıdır. Bununla bunun biri gedir, qalır, cavab qalır Bakı variantı. B variantı. Yaxşı, indi 34-cü sualı bizə izah eləsin buradan kim? Fatimə Məmmədli izah eləyə bilər. Zəhra Qurbanlı, 34-ü sən izah elə. Müəllim 34-ü yazmamışam. Yazmamısan. Yaxşı, Fatimə Məmmədli, sən x çıx y böl bu ifadəni. Bax, x çıx y-i, x çıx y-i Kök yazmalısan. De görüm. kök altında x-in kvadratı çıxılsın kök altında y-in kvadratı bölünsün kök altında x çıxsın y. Orada deməli qalır kök altında x üstə gəlsin kök altında y. Ondan sonra da kök altında x-i çıxanda kök altında y qalacaq da C variantı. Təşəkkürlər. İndi 30-cu sualı Zəhra Qurbanlı necə yazacaqsan? De görüm. Müəllim, burada yazacaq kök Bax, altında A-nı kökanın kvadratı yazır. Sonra belə. A-nın kökünün kvadratını yazırsan, onu da yazırsan ki, kök A kvadrat çıxsın 1 kvadrat. Sonra buna yuxarını yazacaq, surətdə yazacaq kök A çıxsın 1-in mörtəza kvadratı. Aşağıda da yazacaqsınız kök A çıxılsın 1, sonra kök A üstə gəl 1. Sonra kök A çıxılsın 1-lər yuxarıda ixtisar gedir, qalır D variantı. Düzdür. 31-ci sualı Amil izah eləsin görək. Amil. Hə, müəllim, burada biz şey dedik də müəllim. Kök altı Bax, 4x olur müəllim. bax o. 4x. Burada kök x-in kvadratıdır, çıx kök x. Kəsrin sürətində kök x ortaq çıxanda nə qalacaq? 2 kök x çıx 1, bu da 1 çıx 2 kök x. Bunlar bir-birini ixtisar edəndə bir dənə mənfi 1 qalır, Y variantı olacaq. Aydındır. Bildim mən. Yaxşı, 36-cı sualı bizə izah eləsin buradan. Məhəmməd əfəndi. Əsədov Məhəmməd. Bəli, müəllim. 36-nı izah elə görək necə yazmalıyıq? Modul daxilində müəllim cavab əgər mənfi alınırsa işarələr dəyişirik. Orada mənfi alınır deyə 3 çıx kök altında. Kök altında 10 mənfi deyə kökan çıx 3 yazırıq. İfadə 4 mənfidirsə modulu əksinə bərabərdir. Burada isə müsbətdir. Ona görə də olduğu kimi qalır. cavab Y variantı. Bəli. Yaxşı. İndi 38-ci sualı bizə izah eləsin buradan. Görək kim qaçdı buradan yenə. Samir 38 necə yazacaqsan? İzah elə baxaq. Deməli, şagirdlər. Cüt dərəcədən kökaltı ifadənin eyni qüvvəti modulu ilə açılır. Tək dərəcə olduqda isə özü kimi açılır. İndi burada bu cüt dərəcə olduğu üçün modulu ilə açılmalıdır. Samir eşidirsən mən ayol? Yaxşı, Rəhman, səndə görək 38-i. Mən burada moduldan x çıxılsın 15, o birisindəki x üstəgəl 2. İndi bu 4-10 arasındadır deyə bu ifadə mənfi, bu ifadə müsbətdir. Ona görə Birinci bu müsbət, ikinci mənfi. əksinə açılır, ikinci müsbət özü kimi açılır. Doğru 2x cavab çıxılsın budur. 13.
Ayol, düz demədin. Mənfi x, müsbət x islah olunur. Cavab 17 qalır. Hə, bəli. Samir 39-u izah elə görək bizə. Nərmin, sən izah elə. 39-u necə yazarıq? Müəllim, modulda x çıxılsın 6, üstə gəlinsin modulda üstə gəlinsin 4. 2 ilə 5-in arasında deyə müəllim, birincisi mənfi olur. Ona görə əksinə çıxır. 6 çıxılsın x, üstə gəlinsin x üstə gəlinsin 4. Orada x-lar gedir. 6 ilə də 4-ü toplayırıq 10. Yaxşı, bu belə. Gəldik 41-ci sualı. Mehman bizə izah edə bilər. Müəllim birinci kvadratdan kök. Aha, kvadrat və kök gedir. Nə alınır? Modulda kök 3 çıx 2 alınır. Kök edik. Aha, Fatimə Nurəli. Burada kök 3 üstə 2 kvadrat. Mehman səsi yaxşı gəlmədi. Bu nə verir bizə? Nurəli Fatimə. Bəli. Bunu necə yazacağıq? Kök 3 minus 2. Kök 3 plus 2-dən. İndi buradan nə alıram? Kök 3 çıx 2-nin modulu necə açılacaq? Modul tərsinə çevriləcək. O birisi Tərsinə olduğu yox qızım, əksi. Modulun Əksinə. daxilindəki əksinə açılır. Bu da kök 3 üstə gəl 2. Doğru cavabı 4 eləyəcək. Yaxşı, indi burada məsələn 48-ci suala baxaq. 48-i görürsünüz. Gəlin əvvəlcə 47-yə baxaq. 47-ci sualda görürük A çıx B-nin xaricdən kvadratıdır. Bu bizə nə verir? A kvadrat üstə gəl B kvadrat çıx 2AB. İndi mən bunun birincinə buna A demişəm, buna B demişəm. Nə alıram? Birincinin kvadratı 4 üstə gəl kök 15. İkincinin kvadratı 4 çıx kök 15. Bir də bunların hasili. Bunları bir-birinə vuranda 16 çıx 15. Bunlar gedir, cavab 8 çıx 2, 6 qalır. İndi 48-ci sualı eyni şəkildə yazmaq üçün üstü 4-düdür. Siz birinci bu ifadəni 3 üstə gəl kök 5, 3 çıx kök 5. Bunu kvadrata yüksəldib, sonra bir də kvadrata yüksəltməlisiniz. Mötərizənin içi bizə verir 3 üstə gəl kök 5 üstə gəl 3 çıx kök 5 üstə gəl. Bunların bir-birinə hasili 9 çıx 5 kök altda 2 eləyir. Bunun da xaricdən yenidən kvadrat. 6 ilə 4-ü toplayırıq 10, kvadratı bizə verir 100. Aydındır. Bu səhifədə fərqli sual nəsə var. İndi 43-cü sualı bizim üçün izah eləsin buradan danışmayanlardan biri. Fidan, izah eləyə bilərsənmi 43-ün? Birincidə kvadratla kök ixtisar gedir. Nə qalır? A çıx 3 tərsi açılacaq. Modulluq açılır. Modulu açılır. Belə deməlisin. Hı. Daha sonra A 3-dən böyükdür deyə, modulun içi mənfidir. Ona görə əksini açılır. Tərsi yox, əksi. Tərs dedikçinin hasilidir. 1 eləməlidir. Tərsin desən, sən elə bir böl modulda 3 çıx A deməlisən və ya açıq 3 deməlisən. Tərs belə olur. Əksi deməlisən ki, işarəni dəyişəsən. Aydındır. Bu səhifədə belə Mənim növbəti 44-də biz kökün altında müxtəsər vurma üstünə yığırıq orada. 44-də bax oğul. Kök altı ifadə bizə nə verir? X üstə gəl y-in kvadratı. İndi ədədin modulundan kiçikdirsə, deməli ədəd mənfidir. Modulu əksinə bərabərdirsə, deməli y də mənfidir. Onda biz bunu x çıx y çıx, modulda x üstə gəl y açırıq. X çıx x və y mənfidir deyə cəmi də mənfi olur. Ona görə burada əksinə açılacaq. Bu mənfi də qarşısını üstə gəl eləyir. X üstə gəl y. Y-lər islah olunur. Cavab 2x. C variantı olur. Doğru cavab. İndi burada
ədədin məsələn 45-də modulun mənfiyə bərabər verib, deməli x mənfidir. Y-də müsbət verir. Mən bu kökaltı ifadəni x çıx y-in kvadratı kimi yazanda kökdən modulu ilə açılır. X mənfidir deyə bu ifadə mənfidir, onda əksinə y çıx x kimi açılacaq. Aydındır. Yəni y çıx 2x çıx y üstə gəl x olur, mənfi x. Gəldik. 49-cu sualı görürsünüz də üstündə 6-dır. Bu dəfə siz kvadratının kubu yazacaqsınız. Ümumi ifadəni mötərizədə onun da üstündə 3 yazacaqsınız. Eyni sualdır deyə yazmıram. 50-yə baxaq uşaqlar. 50-ci sualda 11 üstəgəl 6 kök 2. Biz bunu mürəkkəb kök düsturu ilə sadələşdirməliyik. Bunu 2 vur 3 yazaq. 11 üstəgəl 2 vur. 3'ü kök altına aparsaq 18 eləyəcək. Nə alırıq? Cəmi 11, hasili 18 eləməlidir. Deməli, bu ifadə kök 9 üstəgəl kök 2-nin kvadratıdır. Yəni, bu da 3 üstəgəl kök 2 verir. Bu 3 üstəgəl kök 2-dir. Bu birisi 3 çıx kök 2-dir. Mənfi müsbət islah olunur. Doğru cavab 6-dır. 51-ci sualda indi cəmi 4 eləməlidir. Hasili 3. Hansı ədədlərdir? 3 və 1'dir. Onda biz bunu bu şəkildə yazsaq, mən yalnız birincini yazıram da. Bu kök 3 üstəgəl 1'in kvadratıdır. O da kvadrat və kök modulu ilə açılır. Kök 3 üstəgəl 1 olur. 52-ci sualda, məsələn, birincidə ortaq vuruq, kök 3'dür. Qalır kök 5 üstəgəl 1. İkincidə ortaq vuruq, kök 5'dir. Qalır kök 3 çıx 1. Vurulsun kök 3 plus 1, vurulsun kök 5 çıx 1. Burada nə alırıq? 2 cüt yazsaq, bu ikisi bizə verir 3 çıx 1, 2. Bu kök 5 plus 1, kök 5 çıx 1 də 5 çıx 1, 4. Vur 2, vur kök 15. Doğru cavab A variantı olacaq. Burada başqa bilmədiyiniz, izahı tələb olunan sual varsa deyin. Deməli, suallar şagirdləri Eren nəşriyyatından Pərviz müəllimin kitabından seçilmişdi. Musayev Pərviz, Tağıyev Hikmət. İndi kvadrat köklərə qədər olan mövzuları biz təkrarladıq. Mən növbəti həftə kvadrat kökdən irəliyə doğru digər mövzuları bu şəkildə sizlə təkrarlayacağım.